Salam. Bugün fəlsəfə tarixinin ən önəmli simalarından birinə Aristotelə daha yaxından baxacağıq. Salam, bəli, həqiqətən də nəhəng bir mütəfəkkir. Əlimizdə də çox dəyərli bir mənbə var. Ahmed Arslanın İrçal Fəlsəfə Tarixi seriyasından məhz Aristotelə həsr olunmuş 3-cü cild, buradakı seçilmiş hissələrə əsaslanacağıq. Məqsədimiz də yəni Aristotelin o geniş, bəzən necə deyim, mürəkkəb görünən irsinin ən maraqlı tərəflərini, əsas ideyalarını sizin üçün biraz daha aydın etməkdir. Elədir. O düşüncə tərzinin əsaslarını, bəlkə də sizi təəccübləndirəcək məqamları açmağa çalışacağıq. Gəlin başlayaq elə isə. Başlayaq. Aristotel deyəndə əlbəttə ilk ağla gələn Platonun tələbəsi olmasıdır. Amma o həm də müəllimindən çox fərqli düşünürdü, elə deyilmi? Bu fərq nədə idi əsasən? Tamamilə doğrudur. Baxın, Platon üçün əsl reallıq o dəyişməz ideyalar aləmi idi. Yəni bizim bu gördüyümüz dünya onun kölgəsi kimi bir şeydir. İdeyalar mağara allegoriyası. Bəli. Amma Aristotel tam əksinə diqqətini məhz bu dünyaya, yəni bizim duyğularımızla qavradığımız, təcrübə etdiyimiz konkret varlıqlara yönəltdi. Deməli, onun üçün bilik daha çox təcrübədən gəlirdi. Tam olaraq, bilik abstrakt ideyalarda yox, konkret şeylərin, canlıların, hadisələrin öyrənilməsində idi. Təcrübə, müşahidə çox önəmli idi onun üçün. Bu, fəlsəfədə, necə deyim, böyük bir istiqamət dəyişikliyi idi. Ahmed Arslanın kitabında da bu vurğulanır. Bir də orada Aristotelin elmləri təsnifatı var. Çox maraqlı gəldi mənə. Nəzəri, praktik və poetik elmlər. Bu bölgü nəyə əsaslanır? Bu, əslində biliyin məqsədinə görə bir ayrımdır. Çox məntiqli bir bölgüdür. Nəzəri elmlər, məsələn, metafizika, fizika, riyaziyyat, bunlar sırf bilmək, həqiqəti anlamaq üçündür. Yəni, məqsəd yalnız bilginin özüdür. Heç bir praktiki fayda güdmədən. Məqsəd həm bilmək, həm də o bilgiyə uyğun hərəkət etməkdir. Anladım. Bəs poetik elmlər? Poetik elmlər də sənət, ritorika kimi, bunlar isə nəsə yaratmaq, meydana gətirmək məqsədi daşıyır. Məsələn, bir şeir yazmaq, bir heykəl düzəltmək kimi, yəni biliyin 3 fərqli funksiyası var Aristotelə görə. Çox sistemli yanaşmadı həqiqətən. Aristotel həm də məntiqin atası kimi tanınır. Onun sillogizmləri var məşhur. Bu bizim bugünkü düşüncəmiz üçün də əhəmiyyətlidirmi? Yoxsa sadəcə tarixi bir mövzudur? Yox, əsla, tarixi deyil, çox fundamental bir şeydir. Sillogizm nədir? İki doğru qəbul edilən mülahizədən, yəni öncüldən, məntiqi olaraq zəruri, yeni bir doğru nəticə çıxarmaq üsuludur. Klassik misal, bütün insanlar ölümlüdür, Sokrat insandır, deməli Sokrat ölümlüdür. Tam olaraq, Aristotelə görə, baxın, elm dediyimiz şey təsadüfi fikirlər yığını deyil. Elm məhz belə sübut olunmuş, məntiqi əsaslandırılmış biliklər sistemidir. Və çox vacib bir şey də var. Nədir o? Aristotel məntiqi psixologiyadan ayırır. Yəni, məntiq bizim əslində necə düşündüyümüzlə maraqlanmır. Məntiq bizim necə doğru düşünməli olduğumuzu göstərən qaydalar toplusudur. Düşüncənin qrammatikasıdır, belə deyək. Çox maraqlıdır bu ayrım. Bəs metafizika? Bu söz çox vaxt qorxuducu səslənir. Aristotel bu sahədə nədən bəhs edirdi? Kitabda keçən o maddə, forma, qüvvə, fiil anlayışları. Bunları necə başa düşək? Metafizika əslində ən fundamental suallarla məşğul olur. Varlıq özü nədir? Reallığın ilk prinsipləri, ilk səbəbləri hansılardır? Aristotelə görə bizim ətrafımızda gördüyümüz hər bir konkret şey, hər bir fərdi varlıq iki əsas ünsürün birləşməsidir. Birinci, maddə, hülə. Yəni, bir şeyin potensial olaraq nə ola biləcəyi, onun potensialı. Kitabda buna qüvvə deyilir, potensiallıq. İkincisi isə forma, morfi. Yəni, o şeyin həqiqətən nə olduğu, onun aktuallığı, gerçəkliyi. Buna da fe'l deyilir, aktuallıq. Məsələn, bir mərmər parçası götürək. O, heykəlin maddəsidir. Potensial olaraq bir heykəldir, qüvvə. Amma heykəltaraş gəlib ona müəyyən bir forma verəndə, o aktual bir heykələ çevrilir, fiil. Forma ona aktuallıq qazandırır. Deməli, dəyişiklik dediyimiz şey də bu potensialın aktuallaşmasıdır. Tamamilə.
Dəyişiklik potensialın, qüvvən, aktuallığa filə keçməsi prosesidir. Bu, qədim fəlsəfədəki o varlıq dəyişməzdir və ya hər şey axır oluş dilemmasına Aristotelin cavabıdır. Varlıq həm sabitdir, forması var, həm də dəyişir, maddəsi potensialdır və aktuallaşa bilir. Bəs bu metafizik prinsipləri təbiətə necə tətbiq edirdi? Məşhur 4 səbəb nəzəriyyəsi buradanmı gəlir? Bəli, tam olaraq. Aristotel deyirdi ki, təbiətdəki hər hansı bir şeyi və ya hadisəni tam anlamaq üçün onun 4 səbəbini bilməliyik. 4 səbəb. Birincisi maddi səbəbidir deyəsən. Nədən yaranıb? Düzdür, məsələn, heykəlin mərməri. İkincisi, formal səbəb. Yəni o şeyin nə olduğu, onun tərifi, planı. Heykəlin forması, dizaynı. Üçüncüsü, Üçüncüsü, fail səbəb. Onu hərəkətə gətirən, yaradan qüvvə. Heykəl misalında bu heykəltaraşdır. Təbiətdə isə, məsələn, ata övladın fail səbəbidir. və nihayət dördüncü, məqsəd səbəbi. Yəni, nə üçün mövcuddur? Bəli, telos, Aristotel üçün bu çox vacib idi. Hər şeyin bir məqsədi var təbiətdə. Heykəlin məqsədi bəzək olmaq, xatirəni yaşatmaq ola bilər. Bir toxumun məqsədi ağac olmaqdır. Bu teleoloji, yəni məqsədyönlü bir kainat anlayışıdır. Hər şey öz məqsədinə doğru hərəkət edir. Çox sistemli bir təbiət fəlsəfəsi. İndi gələk insana və cəmiyyətə. Aristotelin etika və siyasətə baxışı. Onun üçün xoşbəxtlik, o məşhur eudaimonia nə idi və buna necə çatmaq olardı? Aristotelə görə hər bir fəaliyyətimizin son məqsədi xoşbəxtlikdir. Amma bu xoşbəxtlik, yəni eudaimonia, anlıq həzlər, zövqlər deyil. Bu, daha çox insanın öz potensialını tam reallaşdırması, ruhun ərdəmə, fəzilətə uyğun fəaliyyətidir. Yəni, insanın öz təbiətinə ən uyğun şəkildə yaşamasıdır. Bəs ərdəm nədir? Necə ərdəmli olmaq olar? Ərdəm Aristotelə görə çox vaxt iki ifrat arasında yerləşən qızıl ortadır, mesotes. Yəni, nə artıq, nə əskik, tam ortası. Məsələn, cəsarət. Bu, bir tərəfdəki qorxaqlıqla digər tərəfdəki ağılsızca atılğanlıq, dəlisovluq arasındakı orta yoldur. Ya da səxavət, xəsislik ilə israfçılıq arasında yerləşir. Deməli, ərdəm bu balansı tapmaqdır. Bu qızıl orta prinsipi çox praktik görünür. Bəs siyasət, dövlət onun üçün nə idi? Aristotelə görə insan təbiətən siyasi heyvandır, zoon politikon. Yəni biz tək yaşamaq üçün yaranmamışıq, cəmiyyət içində yaşamağa ehtiyacımız var. Dövlət, polisdə təbii bir qurumdur, ailədən və kənddən sonra gələn ən ali birlik formasıdır. Dövlətin məqsədi nədir bəs? Əsas məqsəd, vətəndaşların yaxşı, ərdəmli bir həyat sürməsi üçün şərait yaratmaqdır. Yəni, dövlətin məqsədi də etikadır, vətəndaşların eudaimoniyaya çatmasına kömək etmək. Çox maraqlıdır. Nəhayət biraz da sənətə toxunaq, poetika. Platon sənətə, xüsusən poeziyaya o qədər də isti baxmırdı. Hətta şairləri ideal dövlətindən qovurdu. Aristotel isə, deyəsən, fərqli düşünürdü. Bəli, çox fərqli. Platon üçün sənət, mimezis, təqlid əsl reallığın, yəni ideyaların sadəcə bir kölgəsi olan bu dünyanın da kölgəsi idi. Yəni həqiqətdən 2 qat uzaq idi. Aristotel isə mimezisə, yəni təqlidə daha müsbət yanaşdı. Necə yəni? Aristotelə görə sənət reallığı passiv şəkildə kopyalamır, o reallığı təqlid edərkən onu ideallaşdıra, ümumiləşdirə bilər. Sənət həqiqəti anlamağın və ifadə etməyin bir yoludur. O, xüsusilə tragediyanı təhlil edir poetikada. Hə, o məşhur katarsis anlayışı. O nə deməkdir? Tragediya Aristotelə görə tamaşaçıda güclü emosiyalar, xüsusilə mərhəmət və qorxu hissləri oyadır. Məsələn, qəhrəmanın başına gələn fəlakətlərə görə mərhəmət duyuruq, özümüzün də başına gələ biləcəyini düşünüb qorxuruq və bu hisslərin intensiv şəkildə yaşanması nəticəsində tamaşaçı bir növ ruhani təmizlənmə yaşayır. Buna katarsis deyir. Yəni, emosiyalardan qurtulma, rahatlama. Deməli, sənətin bir növ terapevtik funksiyası da var. Bəli, həm də öyrədici. Aristotel hətta deyir ki, poeziya, burada ədəbiyyat, sənət nəzərdə tutulur, tarixdən daha fəlsəfəvidir və daha ciddidir. Niyə? Bu çox iddialı səslənir. Çünki Aristotelə görə tarix sadəcə konkret olaraq nə baş verdiyini danışır, məsələn, Alkibiades nə etdi, nə yaşadı, poeziya isə ümumi həqiqətlərdən, ola biləcək şeylərdən, insan təbiətinin universal qanunlarından bəhs edir. Yəni, daha ümumi və fəlsəfi bir həqiqətə toxunur.
Doğrudan da. Aristotelin düşünce dünyası inanılmaz dərəcədə əhatəlidir. Məntiqdən fizikaya, metafizikadan etikaya, siyasetdən sənətə qədər. Biz bugün onun irsinin yalnız bəzi əsas cizgilərinə toxuna bildik. Əlbəttə, hər bir mövzu özü ayrıca bir müzakirə tələb edir, amma ümid edirəm ki, bu əsas counterlar belə onun Qərb və İslam sivilizasiyalarının intellektual həyatına nə qədər dərin təsir etdiyini göstərir. Onun formalaşdırdığı anlayışlar, metodlar, hətta terminlər bugün də fəlsəfədə, elmdə, gündəlik düşüncəmizdə yaşayır. Bəli, təsiri danılmazdır. Sonda dinləyicilərimiz üçün kiçik bir düşüncə toxumu atmaq istərdim. Aristotelin o məşhur qızıl orta prinsipi, ərdəmi iki ifrat arasında balansda axtarmaq fikri. Sizcə bu prinsip bizim müasir dünyamızda, tez-tez gördüyümüz o kəskin qütbləşmələr, radikal mövqelər, ifratçılıq fonunda bizə nə deyə bilər? Bəlkə də bu qədim müdriklik, o balans axtarışı, bugün heç olmadığı qədər aktualdır. Nə düşünürsünüz? Bu sual üzərində düşünməyə dəyər.